Həmin bu gördüyünüz ərazidə Sumqayıt şəhər Koroğlu prospektində qadın huşunu itirib və ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub. Təcili tibbi yardım stansiyasının həkimləri qadına həmin bu ərazidə yerində kömək göstərmək istəsələr də bu alınmadı. Onu dərhal avtomobillə təcili tibbi yardım xəstəxanasına apardılar. İnşallah ki sağalar, amma görürsünüz Sumqayıt şəhər polis idarəsinin əməkdaşlarının çevikliyi sayəsində inşallah ki bir qadının da həyatı xilas edilmiş olar. Görüblər və dərhal təcili tibbi yardıma müraciət ediblər.